elə hadisə olub ki, artıq ona yetməmişik. Kömək eləyə bilməmişik. Faciə ilə sonuçlanıb, öldürülüb və ya artıq ruhsal bir vəziyyətə gəlib düşüb, biz heç nə eləyə bilməmişik, çünki çox gecə olub. Belələri olub. Gecə saatlarında mən işdən qayıdırdım, rejissor işləyən vaxtı. Məni yolda 2 nəfər çantamı almaq üçün mənə hücum elədi və vurdular məni. Mənim çantamda elə də bir şey yox idi, amma bir telefonum var idi, bir də möhür var idi. Mən bir ay xəstəxanada yattım. Xəstəxanadan çıxandan sonra dedilər ki, bəs tapılıb da kimdir, siz gərək ərizə verəsiniz, şikayət. Qarşıma 2 dənə cılız yeniyetmə çıxartdılar. Araşdırdım, gördüm ki, onlar təhlükəli vəziyyətdə olan, küçə həyatı sürən, zərərli vərdişləri olan uşaqlardır. O vəziyyətə də gəlib çıxmaqlarının səbəbi ailələrdir. Çox güman ki, oradan qaynaqlandı və mən o 2 uşaq mənim ilk könüllüm oldu. Benefisiar olaraq ilk könüllülərim və o ilk könüllü digər uşaqları başladı cəlb eləməyə.